Dünyanın indi gəldiyi durumunu məncə heç kim gözləmirdi. Söhbət Rusiya və Amerika münasibətlərindən gedir. Başqa məsələ ayrı. Məncə heç Trump da gözləmirdi. İndi bəzən mənə, başqa siyasətçilərə, tamaşaçılar bəzən irad tuturlar ki, falan vaxtı falan şey demişdiniz, olmadı, tutmadı. Və nə oldu, niyə yalan çıxdı bu? Yəni, siyasətdə olan bir şeylərdir, amma qoskoca Trump demişdi ki, 24 saata bu məsələni mən həll edəcəm. Özü necə təxmin edirdi? Deyirdi, Putinə zəh vuracam, o mənə eşidəcək, o mənim dostumdur. Xatırlayırsınızsa, seçki qabağı bu ifadələr işlədirdi. Sonra deyir, Zelenskiyə də deyəcəm və Ukraynaya yardımları kəsəcəm, əgər mənim sözümə baxmasa və bundan da müharibə dayanacaq. Onun gerçəkdən də kənardan baxanda belə təxminləri bu imiş ki, müharibənin uzanmasının əsas səbəbi Amerikadır və Amerika prezidenti olaraq Trump əgər bu məsələdə qətiyyətli mövqe tutsa, Putinə desə ki, müharibəni dayandır, o dayandırar. Zelenskiyə də desə ki, yardımları kəsirəm, o da dayandırar. Sonraki reallığı gördü ki, yox, bu 24 saatda həll olunan məsələ deyil. Və heç 24 günə də həll olunacaq məsələ deyil və artıq Trump'ın bugün deməli prezidentliyə başlamasından 4 ay keçir. 4 ay sabah tamam olacaqdır. Yəni 120 günə də bunu həll edə bilmədi. Doğrudur, Trump'ın ona gücü çatıb ki, Trump Rusiya-Ukrayna müharibəsini uzun sürünən əzablı bir finala soxa bilib. Bu final mərhələsidir. Amma nə qədər çəkəcək bu artıq bəlli deyil. Çünki Trump belə deyim, necə deyim, biraz yumşaq olsun da. Ya özünü Amerika prezidenti kimi aparmış. Bilirsiniz, çox qətiyyətsiz. Bu Saudiya Ərəbistanında olanda informasiya məkanının başına oynaşdı. Jurnalistləri medianın günə qoydu. Deyim necə. Amerikadan çıxarkən dedi ki, İstanbula mən də gedə bilərəm. Səudiyyədə açıqlama verdi ki, mən getmirəmsə Putin niyə getsin? Və getməyəcəm dedi. Sonra biraz sonra açıqlama verdi ki, İstanbula gedə bilərəm. Mən o vaxt canlı yayında CNN Türk'də verilişə baxırdım. Birdən xəbər gəldi ki, Trump deyib ki, İstanbula gələ bilərəm və orada mülahizə çıxartdılar ki, Putin də gəlir. Sən demə gəlirmiş doğrudan da. Yəni belə bir proses olur. Qətiyyət göstərmir. Trump Putinin qarşısında qətiyyətini göstərmir və Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir. Qətiyyəti qəsdən göstərmir. İstəsə edərmi? İstəsə edər. Yox, Kanadaya göstərdiyi qətiyyəti bir dənə qətiyyətli cümlə dedi. Kanadanın baş naziri Justin Trudeau istefa verdi. Kanadada milli valyuta, Kanada dolları gəldi 1.40 səviyyəsinə qədər gerilədi.